Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bugün qaldığımız yerdən isbat məsələlərinə davam edirik. 26-cı sualı isbat eləyəcəyik. 26-cı sualda trapesiya verib. Bu bucaqların bərabər olduğunu göstərir. Alfa, alfa. Eyni zamanda C-in ND-yə bərabərdir. Və isbat eləməliyik ki, AB bərabərdir AD üstə gələk BC-yə. Yəni, yan tərəf oturacaqlarının cəminə bərabərdir. Uşaqlar, deməli, bu CN və ND bir-birinə bərabər olduğuna görə, N nöqtəsi CD-nin ortası olduğuna görə, mən buradan orta xətti çəkə bilərəm. Bu orta xətt olur. Orta xətt, deməli, M-in yazaq. M-in axın paraleldir AD-yə. AD paralel olduğu üçün burada yaranan bucaqlar çarpaz bucaqlar olacaqlar. Məsələn, mən buranı x götürsəm, o zaman deməli, burada yaranan üçbucaq bərabər yanlı üçbucaqdır. Bu üçbucaq bərabər yanlı üçbucaqdır. Bu x isə onda burada x olacaqdır. Orta xətt, yəni x bərabərdir. Oturacaqlarının cəminin yarısı AD bölək 2-yə. Buradan da BC üstə gələk AD bərabərdir 2x-a. 2x isə AB-yə bərabərdir. Teoremi isbat etdik. 27-ci suala baxaq. Deməli, 27-ci sualda paralleloqram verilibdir. Qarşı tərəflərin orta nöqtələridir bu nöqtələr. Mən buranı A yazsam, o zaman burada A olacaqdır. B-də diaqonalının 3 bərabər hissəyə bölündüyünü isbat eləməliyik. Yəni, bu hissə bir-birlərinə bərabər olduğunu isbat eləməliyik. Uşaqlar, A, F, C, Y. Yəni, bura paralleloqramdır. Çünki qarşı tərəfləri paralel və bərabərdir. O zaman AF də paralel olacaq YC-yə. Çünki paralleloqramdır. Qarşı tərəfləri paralel olmalıdır. Əgər AY, AC, daha doğrusu YC AF-ə paraleldirsə, onda YN də paralel olacaq AM-ə. Bunlar bir-birlərinə paralel olacaqlar. Eyni zamanda uşaqlar, bu orta nöqtə olduğu üçün Y nöqtəsi, onda YN üçbucaq ABM-in orta xəttidir. Həm paraleldir, həm də yarısına bərabərdir. Yəni, bura x olsa, onda bura 2x olacaqdır. Eyni proses BDS üçbucağında da baş verir. Deməli, MF paraleldir MC-yə. Yəni, bunlar bir-birinə paraleldir. Və F nöqtəsi DC-nin orta nöqtəsi olduğu üçün MF paralel olacaq, daha doğrusu MF orta xəttidir. Üçbucaq BDC-nin orta xəttidir. Tutaq ki, buranı bir Y götürək, onda burada 2Y olacaqdır. Orta xətt olduğuna görə uşaqlar, mən buranı deməli, hər hansı bir məsəl üçün M hərfi ilə işarə eləsəm, onda burada M olacaqdır. Çünki bu üçbucaqda orta xəttdir axın. N nöqtəsi də ortası olacaqdır. Və bu deməli, DNC üçbucağında da BDS, uşaqlar, mən burada bunu səhv yazmışam. Bu YN, daha doğrusu MF, BDS üçbucağının orta xətti deyil. DNC üçbucağının orta xəttidir. Üzr istəyirəm. Və burada da
Uşaqlar, MF orta xətt olduğu üçün bu hissə ilə bu hissə bir-birinə bərabərdir. Yəni bu M olduğuna görə burada M-ə bərabər olacaqdır. Artıq isbat elədik ki, DM bərabərdir MN-ə, o da bərabərdir MB-yə. Hamısı da M-ə bərabərdir və bizdən də elə bunu istəyirdi. Teorem isbat olundu. 28-ci suala baxaq. İsbat edin ki, trapesiyanın oturacaqlarının fərqinin modulu onun yan tərəflərinin fərqinin modulundan böyükdür. Bir boşluq yeri var, buradan yazım. Deməli, nə deyir? Bir dənə trapesiya çəkək. Deyir ki, isbat edin ki, trapesiyanın oturacaqlarının fərqi adlandıraq A, B oturacaq olsun, kənarlar CD olsun, yan tərəflər oturacaqlarının fərqinin modulu, yəni B çıxaq A böyükdür yan tərəflərinin fərqinin modulundan, yəni C çıxaq D-dən böyükdür. Bunu isbat eləməliyik. Uşaqlar, buradan bir dənə paralleloqram yaradım. C-yə paralel olan bir düz xətt çəkim. Paralleloqram yaranacaqdır paralel olduğu üçün. Eyni zamanda burada A-ya bərabər olacaq. Bu aşağı hissə B olduğu üçün və A burada olduğu üçün bura B çıxaq A olacaqdır. Bu üçbucaqda üçbucaq bərabərsizliyini yazsaq, B çıxaq A kiçikdir. Deməli, C üstə gələk D-dən və böyükdür bunun modulundan. C çıxaq D-dən. Bunun indi bu tərəfin yazsaq, B çıxaq A böyük olacaq, C çıxaq D-dən. Elə bizdən də onu istəyirdi. Teorem isbat olundu. 29-cu suala baxaq. İsbat edin ki, trapesiyanın xaricinə və daxilinə çevrə çəkmək mümkündürsə, bu trapesiyanın yan tərəfləri orta xəttinə bərabərdir. Yan tərəfləri orta xəttinə bərabərdir. İspat ilə. Yan tərəfləri, yəni AB, orta xəttindəki hər hansı bir MN-lə işarə eləyək. MN. AB bərabərdir MN olduğunu ispat eləyək. Deməli, uşaqlar, biz bilirik ki, əgər trapesiyanın xaricinə çevrə çəkilibsə, bu mütləq bərabər yanlı trapesiyadır. Çünki yalnız bərabər yanlı trapesiyanın qarşı bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. O trapesiyanın xaricinə çevrə çəkmək olar ki, onun qarşı bucaqlarının cəmi 180 dərəcəyə bərabər olsun. Demək ki, bu bərabər yanlıdır. AB ilə CD bir-birinə bərabərdir. Hər hansı bir x yazaq. Sonra buranda məsəl üçün balaca bir A ilə B ilə işarə eləyək. Biz isbat eləməliyik ki, x bərabərdir A üstə gələk B-yə. B bölə 2-yə daha doğrusu. Və eyni zamanda belə bir qaydanı bilirik ki, trapesiyanın o zaman daxilinə çevrə çəkmək olar ki, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun. Yəni, x üstə gələk x bərabər olsun A üstə gələk B-yə. Yəni, 2x bərabərdir A üstə gələk B-yə, x də bərabərdir A üstə gələk B bölə 2-yə. Və bizdən elə bunu soruşurdu. Bunu isbat elədik. Teorem isbat olundu. 30-cu suala baxaq. İsbat edin ki, qabaq dördbucaqlının diaqonallarının uzunluqlarının cəmi onun perimetrindən kiçikdir. İsbat eləyək. Bir dənə qabaraq dördbucaqlı çəkək. Hər hansı bir dördbucaqlı çəkək. Deməli, adlandıraq. A, B, C, D. Diaqonallarını çəkək. Diaqonalların uzunluqlarının cəmi, yəni AC ilə BD-nin cəmi onun perimetrindən kiçik olmalıdır. Kiçik olmalıdır P-dən. Uşaqlar, deməli, burada 2 dənə üçbucaq yaranır. 2 dənə yox, 4 dənə üçbucaq yaranır. Mən əsas baxıram birinci ABC üçbucağına. ABC üçbucağına baxıram. ABC üçbucağında deməli AC üçbucaq bərabərsizliyinə görə AC kiçikdir AB ilə
BC-nin cəmindən. Sonra baxıram bu A, C, D üçbucağına. Bu üçbucaqda yenə də AC kiçikdir CD ilə AD-nin cəmindən. Sonra baxıram A, B, D üçbucağına. Bu üçbucaqda BD kiçikdir AB ilə AD-nin cəmindən. Eyni zamanda BDC üçbucağına baxıram. Bu üçbucaqda da BD kiçikdir üçbucaq bərabərsizliyinə görə BC ilə CD-nin cəmindən. Sonra nə edirəm uşaqlar? Sonra bunları tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayanda nə baş verir? 2AC üstə gələk 2BD kiçikdir. AB-dən neçə dənədir? 2 dənədir. 2AB, 2 dənə BC, 2 dənə AD, 2 dənə CD. Sonra hər tərəfini 2-yə bölürəm. AC üstə gələk BD kiçikdir AB üstə gələk BC üstə gələk AD üstə gələk CD. Bu da bizə nə verir? Perimetri verir. Bütöv hamısı perimetr verir. AC ilə BD-nin cəmi kiçikdir perimetrdən. Bizdən də elə onu isbat etməyimizi istəyirdi. Görə də teorem isbat olunmuş hesab olunur. Çox sağ olun diqqətiniz üçün.